Mənə sənə attığım pulun hamısını mənim kartıma təzədən atırsan, ondan sonra da bütün malların yerini mənə deyirsən. Yoxsa ölərsən. Ne oldu ha? Kim vurdu adamlarımı? Onu bir alım. Alım ben onu. Mecbur. Çok sağ ol. Çekeceğim, çekil. Aferin size, aferin. Adamımız az kaldı he. Hamısı öldü. Ne halime sen öldürürüm he? Ne halime sen? Ben de düşəm bu adamlarıma demişəm ki, bizim evimizi basan olsa hamınız ortaya çıxmayın, sonradan çıxın. Onu da tam vaxtında çıxdılar, sağ olsunlar. Sen koskoca Orhansan. Koskoca Orhan. Bu kadar asan doladıydı ha senin axırın. Yok, bu kadar asan olmamalı. Senin axırın elə olmalıdır ki, sen parçalarını toplayacaq. El o derece pis olacaq senin axırın. İndi yok, bu kadar tez ola bilməz. Götürün bunu, atın çöre. Atın çöre bunu. Ha, diyen, silahım bende kaldı, alın. Senin silahın bana lazım değil. Götürün bunu, atın çöre. Of! Ne oldu Orhan, ne oldu? Baskın pis kesti, niye səbsən? Ne olacaq ey tülkü? Biz bu Əhmədin məkanını bastıq ama baskının axırı çox yaxşı keçmədi. Biz bunun məkanını bastıq. Adamlarını vurduq ama hamısı ölmədi. Qalanları gizlənibmiş. Biz də tam Əhməddən pulumuzu alacaqdıq, malların yerini öğrenəcəkdik. O sırada adamlar çıxdı, mənim adamların hamısını vurdu. Ama mən neyse öldürmədim. Dedi ki, sənin axın bu kadar asan olmamalıdır. Səni elə öldürəcəm ki, sənin parçalarını toplayacam zaten. Ben bunu düşler demişsen çok hafife aldım.
sefer bütün adamlarını yığıb basacağım onun məkanına. Bombalarla girəcəm içəri. Bu sefer onun axırı olacaq. Bu sefer o ölecek. Ölecek. Başka çaresi yoktur. Ya ölecek ya ölecek. Hüseyin yakın bunlar. Alo, nasılsın kardeşim? Yaxşısan? Nəsə bir problem yoktu? Ha, lap yaxşı oldu. Mən də yaxşıyam. Mən sənə bir şey deyəcəydim. Mən hatırlayırsansa bundan bir neçə ay əvvəl Orxanın yanına bir adam koymuştuk. Öz adamımızdan birini koymuştuk. Orxanın planlarını öğrendik. Bəlkə yine o üsulla hərəkət edək. Bir də daha məntiqli olacaq kimi görsənir. Çünki bunlar nəsə daha çox güclənirlər. Biz onların yerini də tapa bilmirik. Tülkünü də tapa bilmirik nə vaxtdandır. Mən deyirəm bunların yanına adamı göndərək. O Orxana zəng eləyər falan, elə bir şəkildə tapar da onları. Hə, məncə də eləyək. Hə, nə deyirdin? Məzləri çox qəşəng. Sən də Əhmədin yanına adam qoymağın yaxşı oldu. Mən də Orxanın yanına qoyacağım o qoyduğumuz adamı. Qoyacağım. Bu sefer onların iş bitəcək. Əhməd də bitəcək. Orxan da, Tülkü də. Əhməd gedəcək həbsə. Orxanla Tülkü də o birisi dünyaya. Başqa çarəsi yoxdur. Neyse, sen evdə dincəl. Biraz dincələ danışarıq sonra. Oldu, sağ ol. Az kaldı. Az kaldı. Sizin axırınız artıq gəlib çatacaq. Az kaldı. Az kaldı. Az kaldı. Oradan sürüzden mi kurtuldum? Mənə baxın, söz deyirəm. İndi bilirsiniz ki, Orxan bizə bir baskın elədi. Az da olsa adam itirdik. Şükürlər olsun ki, bəziləriniz yaşayırsınız. Hələ sən təzə almışdıq. Sən yaşayırsan. Teşekkür. Xoşuma gəldin sən. İndi hamınız xoşuma gəldi. Bizə qəşəng izləniz elədiniz. Yaxın bir zamanda, çox yaxın bir zamanda Orxanın məkanına bir baskın atacağıq. Baskın atacağıq deyirdimi? Sabah. Hə, onu eləyəcəyik. Onu Orxanı ya da Tülkünü vuracağıq. İkisindən biri vurulacaq. İkisindən biri. Ölərdim, ölməzdim, onu Allah bilər. Amma onu bilirəm ki, ikisindən biri vurulmalıdır. Başqa çarəsi yoxdur. Ya vurulacaq, ya vurulacaq. Yəni sabaha hazır olun. Məşq eləyin, nə bilim. Sabaha hazır olun yəni. Bu Orxan məsələsi sabah bitəcək.
öləcək. Bitəcək. Öləsən Orxan, ya sən öləsən ya tülkü. İkinizdən biri. Son dəqiqələrinizi, son saatlarınızı yaşayın. Yaşayın. İkinizdən biri öləcək. Əhməd, ya bitəcək tülkü. Yəni başqa bir şey yoxdur da. Başqa çarə yoxdur. Bu Əhməd ya öləcək, ya öləcək. O bura çöldü. Əhməd gəldi. Çox adamdılar. Gəlin. Sən elədiyin yanına qalacaq, elə bildin hə? Hə Orxan? Elə bildin elədiyin yanına qalacaq hə? Tülkü də buradaymış. Gedirik. Tülkü gözlə mən tez xəstəxana, tez həkimimizi çağırım, tez. Alo, Pasyak. Sen Orxanın yanına yerləşdin da, eləmi? Da Orxanın yanına işləyirsən da. Hə, qəşəng. İndi sən mənə de görüm, bu Orxan nə işlər çevirəcək? Əhmədə bir şey eləyəcəkmi? Nə? Tülkü vurulub? Əhməd vurub. Ay Allah, sən bu işə bax. Həkim də çağırıblar. Necə tülkü bəy, yaxşıdır? Hə, yaxşı olsun. Yaxşı olsun çünki onun da, Orxanın da sonu mənim əlimdən alacaq. Ona görə bir şey olmamalıdır ikisinə də. Yaxşı, sənə bir şey eləmədi ki Əhməd, sən yaxşısan da. Hə, lap yaxşı. Sağ ol qardaşım, sağ ol. Əhmədə bax, yəsən. Daha təhlükəli çıxa bilər dedik. Həqiqətən də çıxdı. Orxanın evini bastı adam. Yəni Orxanın evini basaraq vurub yəqin ki, başqa necə vuracaq ki? Başqa necə vura bilər? Aya, yığışın, bütün adamları yığın. Nə qədər adam var, nə qədər adam yox. Hamını yığın. Gedirik Əhmədin evini basmağa. Bu gün o adam öləcək.
Türkü qardaşım, sən də dincəl, yaxşımı? Pis vuruldun da yəni. Ona görə dincəl. Cəndə sənə qəşəng şad xəbər gətirəcəm. Yaxşımı? Dincəl. Gedir ya, beynim xarab oldu. Bu Əhməd bu gün öləcək. Getdik. Şöyle bunlardan birinden kurtulmuş olsak. Yine sen. Sənə verdiyim pulun hamısını mənə verirsən və bütün mallarının yerini deyirsən. Yoxsa ölərsən. Ya mən deyirəm. Yaxşı, yaxşı. Dayan. Hə. Bax, pulu indi attım kartıva gözün qabağında. Mallarım da evin arxasındadır. Orada evin arxasında. Mənə bıraxarsan da. Bırax məni. Afərin, qəşəng. Getmirik uşaqlar. Qalın, getmirik. Sən bu gün öləsən. Sən bu gün öləsən, hə? Öləsən. Öləcəksən bu gün. Başqa çarə yoxdur. Bu aradan da qurtulduq. Nə deyək, Allah rəhmət eləsin. Bunu da alın, gətirin evə. Ya da evə gətirməyin. Türkü sağalsın, sağalanda bu şart xəbər verərik. Ona kimi bir depoda saxlayın. Götürün bunu gedək.